daha çox zövq aldığı məhsulları seçməsinə səbəb olur. Çünki acını daha güclü hiss edir. Buna görə də bir növ sanki zəhərli, zərərli maddələrdən uzaqlaşır. Əksinə digər tərəfdən hamiləliyin ikinci və üçüncü trimestrində, yəni ikinci 3 aylıqda və son 3 aylıqda isə hamilə qadınların duzlu və belə deyək ki, acı dadlara qarşı həvəsi artır, marağı artır, istəyi, iştahı artır. Bu isə birinci trimestrdə, yəni ilk 3 aylıqda həmin qadının müxtəlif qida maddələrinin ala biləcəyi, ancaq almadığı elektrolitləri və mineralları balanslaşdırmaq üçün bəlkə də bir refleksdir, bir davranış şəklidir. Belə ki, ilk 3 ayda dediyimiz kimi seçici olur hamilələr, özlərindən asılı olmayaraq hər qidanı yeyə bilmir və buna görə də müəyyən mineralları və vitaminləri almaya bilər. Ancaq ikinci və üçüncü 3 aylıqlarda isə həmin qadınlarda, yəni hamilə qadınlarda duzlu və acı dadlara qarşı istək artdığına görə bir növ həmin o mineralları, elektrolitləri öz bədənində balanslaşdırır. Gördüyümüz kimi insanın içindəki möcüzələr bitmir və biz bu möcüzələri günü-gündən kəşf etmə yolunda inamla irəliləyirik.